Kifayət Gəncəli. Fotosunu sizə göstərim. Kifayət Gəncəli. Xanım, xatın, fərqli ifaçı. Çox fərqli ifaçı idi. Duruşu gözəl, oturuşu gözəl, ifası gözəl, səsi gözəl. Azərbaycan Respublikasının əməkdar artisti. Kifayət Gəncəli. Mən onun qızı var Elza. Onunla danışdım. Dedim ananızla bağlı paylaşımı edəcəm. Dedi ki, Sara xanım, anamın hansı ki yaşlı olacaq, yaşlı fotoları var, onları verməyin, göstərməyin. Bax, gənc Kifayət Gəncəli. Bilirəm, çoxlarınızın yadında, yaddaşındadır Kifayət Gəncəli. Amma təbii ki, mən gənclərə yox, ən çox bu orta 50, 55, 60, 65-i keçən, 70-i keçən xalq artistlərimiz var, əməkdar artistlərimiz var. Elələr var, heç adı yoxdur, amma peşəkarlığı var, əmək fəaliyyəti var bu sənətdə, incə sənətdə, mədəniyyətdə, elə deyərdim, show biznesdə. Onlar Kifayət Gəncəlini heç vaxt yada salmadılar. Heç o dünyasını dəyişəndə yas mərasiminə də gəlmədilər. Mən Zahidə Məmmədsalahova dünyasını dəyişəndə gəlmədikləri üçün bəzi ifadələr işlətdim ki, yanacağınız yox idi mi ki, maşına doldurub yas mərasiminə gələsiniz? Mən onlara dedim, pulunuz yox idi mi? Yol pulunu siz gələ bilmədiniz. Deyərdiniz, mən göndərərdim, taksinə gələrdiniz, ya biz maşın göndərərdik. Ölüm hamı üçün var. Ölüm haqdır. Ay, əməkdar artistlər, ən çox da xalq artistləri, yaşı 60-ı, 65-i, 70-i, 75-i keçənlər. Niyə Kifayət Gəncəlini bir dəfə yada salmırsınız? Niyə görə verilişlərdə oxuyursunuz elə mən deyə əxlaqdan danışırsınız, əxlaqınızdan, tərbiyənizdən danışırsınız? Niyə görə bircə dəfə Kifayət Gəncəlinin adını çəkmirsiniz? Niyə görə demirsiniz ki, belə bir xanım olub, belə gözəl ifaçı olub, belə gözəl muğam ifaçısı olub, belə gözəl bəstəkar mahnılarının ifaçısı olub? Niyə demirsiniz? Ölüm hər birimiz üçün var. Ölüm hər biriniz üçün var. Elə edin ki, siz də öləndə gələn olsun. Kifayət Gəncəlini yada salın. O sıradan birisi değildi. O sıradan bir ifaçı değildi. Mən həmişə onu sevə-sevə dinləmişəm. Yenə də fotosunu göstərirəm sizə. Hörmətli xalq artistləri, arada Kifayət Gəncəlini yada salın. Ondan çox şeylər öyrənmişsiniz. Sənətlə bağlı. Müəlliminiz olub. Elə deyərdim, çoxlarının çörəyinin üstünə yağ çəkib. Cibinin pulu olub. Səmimi olaq. Unutmayın, siz də unudularsınız. Sara Səfura Bahadurdan bu qədər. Mən burada Sara Səfura yazıram. Saranı da kiçik hərflə yazıram, Səfuranı da. Çoxları mənə irad tutur. Əzizlərim, mən özüm kiçik hərflə Sara Səfura yazıram. Çünki mən məhz Sara Səfura Bahaduram.